Camal müəllim kredit şöbəsində deyib ki, əməkdaşıyam, məndən 1600 pul alınıb, 2000 yenə pul istənilir məndən, bir gecə qonaq təklifi olmağımı istəyiblər məndən və hal-hazırda da 14800 maşının 25.000-ə lombard verilir mənə 38%-la. Kanal 21-ə müraciət edən Türkan Cəfərova bildirir ki, Avtokredit adlı şirkət ona leasing adı ilə lombard avtomobil satıb. Onun sözlərinə görə sürücülük vəsiqəsi olmadan bu əməliyyat həyata keçirilib və nəticədə 7000-dən çox məbləğdə pulu mənimsənilib. Türkan Cəfərova iddia edir ki, pulu geri almağa çalışarkən şirkətin bəzi əməkdaşları kömək etmək adı ilə bir gecəlik əxlaqsız təkliflər irəli sürüblər. O həmçinin qeyd edir ki, tələbini geri çevirdikdə 10 yaşlı qızı ilə birlikdə təhdid edilib. Zərər çəkmiş qadın Kanal 21 vasitəsilə ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya müraciət edərək ədalətin bərpa olunmasını və məsələ ilə bağlı tədbir görülməsini xahiş edir. Cəfərova Türkan Nurəddin qızı, mənim pravam olmadan avtokreditdən leasing adı ilə lombard maşın mənə satıblar. 7000-dən çox pulumu mənimsəyiblər mənim və mənim xəbərim olmadan daverimiz başqasına verilib. Sizdə sizə etibarnamə verilə bilməz. Yox, mən onu bilmirdim. Mən onlardan soruşdum. Dedilər ki, problem yoxdur. Mənim pullarım axırıncı dəfədə bu ayın birində 1600 manat da pulumu mənimsəyiblər. Çekdə vermirlər mənə. Maşınım oğurlanıb deyə, yəni mən onlardan imtina ərizəsi adı ilə yenə də pul alıblar məndən, 2000 yenə də pul istəyirlər məndən. Nə qədər pul ödəmisiniz, alıblar sizdən, nə qədər pul alıblar? 5001 alıblar, 701 alıblar, 1601 alınıb məndən pul, hal-hazırda 2000-də... Alan hansı şəxs, alan adın şəxsi kimdir? Məndən pulu alıb, Camal müəllim alıb pulu və mənə köməklik eləmək üçün məndən bir gecə qonağım olmağı təklif edirlər. Kim olub, həmin Camal? Camal müəllim olub, Məhəmməd müəllim olub, onların rəsmi işçiləridirlər. Camal müəllim kredit şöbəsində deyib ki, əməkdaşıyam, məndən 1600 pul alınıb, 2000 yenə pul istənilir məndən, bir gecə qonaq təklifi olmağımı istəyiblər məndən və hal-hazırda da 14800 maşının 25.000-ə lombard verilib mənə 38%-la. Ödəniş qəbizləri mənə verilməyib, bir dənə 700 manat kreditdə qəbizi verilib. Bütün ödənişlərim kamera altında olub, kameraları da çıxartmırlar. Qəbizlər də heç nə verilməyib mənə. Telefon danışıqlı zadınız var arası bununla bağlı, tərsdiq eləyən? Prezidentimizdən, onun xanımı Mehriban Əliyevadan bir ana kimi, 3 evladı olan bir ana kimi sizdən çox xahiş edirəm ki, mənim bu işimə rəsmi surətdə baxılsın. Çünki məni çox pullarımı mənimsəyirlər, özümə də hədə-qorxu gəlirlər, evladımla bağlı, 10 yaşımda qızımla bağlı. Mənə deyirdilər ki, yəni... Kim gəlib hədə-qorxunuz sizə? Həmən o lizikdə işləyən əməkdaşlardan. Adı nədir? Elşən olub orada, Camal olub orada, Məhəmməd olub orada. Mən 10 yaşında qızımla evimdə qonaq eləyərəm, heç kim bunu bilməsin. Yəni, mən də indi sizdən çox xahiş edirəm ki, mənə köməklik edin. Sözü gedən şirkətin satış işlərinə cavabdeh olan Cindarov Elşən Ramazanoğlu ilə Türkan Cəfərova arasında baş tutan səs yazılarını da sizə təqdim edirik. Niyə verirlər? Kim verirsən? Deyən Camal gel. Nə deyəcəm? Necə nə deyir? İndi onlarla danışıram, deyirəm ki, bəs kağız gətirmişəm. Gətirirəm sizə təqdim eləməyə. Qayıtdı dedi ki, o kağız gətirdiyin kağız deyir, bizə girmir də. Yəni bizdə deyir, o kağız deyir, keçərli deyil. Camal kimdir sən Camaldan danışsın? Nəcməddinə niyə vermirsən kağız? Nəcməddin atdı nömrəni, dedi ki, bu nömrə ilə əlaqə saxla sən. Nəcməddin mən işdən bər kimsə. Yox. Bu anam olsa Nəcməddinə mən dedim, Nəcməddin müəllim, gəlirəm, dedim sizin yanınıza. Bu kağızı təqdim edirəm, kredit dondur olsun. Qayıtdı mənə nömrəni yazdı salam, atdı nömrəni mənə. Dedi, bu nömrə ilə sən əlaqə saxla. Dedim, yaxşı. Nömrə ilə əlaqə saxladım, gördüm Camal çıxdı ortaya. Məhəmməd də dünənlər, Məhəmməd, Camalgil onları çağıtdırıblar, Məhəmməd andaman eləyib. Deyib, mənə 1500 manat cəmisi Elşən pul ödəyib. Elə deyib, qoş Məhəmmədə. Məhəmmədi sən qoşla, mən də Məhəmmədə. Hə, deyir 1500 manat. Camal dedi 1500 manat pul. Əgər dedi siz bizə 3500, 3000, adicə 3000 pul ödəsəydiniz, biz o maşını deyir götürərdik deyir, elə 3000 də deyir qoylardıq, xərci borcu çəkilərdi. 1500 manat deyir sizin ödənişiniz var deyir bizdə. Mən sənə pul vermişəm, yoxsa nə alış-veriş eləmişəm mən? Yox, qardaş, mən nə səndən pul almışam, nə mən sənə maşın satmışam. Mən bankın işçisiyəm. Sən hansı bankın işçisisən? Həmin bankın. Harada işçisən, sən qeyri-qanuni adamsan, sən
Hardadır rəsmi? Rəsmi olmasa da işləyirəm də qardaş. Oradayım da oranın işlərini görürəm. Sən qıza deyibsən ki, Eşən mənə 1500 pul ver. Mən sənə 1500 pul Mənə vermişəm. yox, Camal müəllimə. Yox, heç kimdən, qardaş mən heç kimdən pul almamışam. Hə, Camalın səni eşidirsən, Camalın da kim var onların da. Cırıq, mən hansısa pul vermişəm. Mən sənə maşın vermişəm. Necə mən sənə maşın vermişəm? Kim, məsələ dedim, Cırıq Camalda tap ki, görüşək, yığdın məni, görüşdük. Yox, mən kimin işini görəm ki? Kimin işini, qardaş, yox, mən sənə pul almışam. Nə deyirsən? Demədin. Dünənlər yığıb demədin. Aklını danışdın, sən pulu, mən pul vermişəm. Məhəmməd gələm, sən al. Mən sənə pul vermişəm, bu bir. Yox, pul vermişsən sən mənə. Yox. Mən şəhərdə. Qardaş, mənim pulumdan niyə 1500 manat maşına verilib? Bu pul kimə verilib? Mən Elşənə vermişəm. Elşən, ödənişim 1500 manat olub maşına. Maşının pulları hanı? Qardaş, kim olub? Hamısı kimdən almışıq, görüşəcək. Kim bizi alladı. Amma qaldı ki, mənim adımla kimsə deyirsə, Elşən 1500 verib. Elşən, 1500 manat mənim adım Elşən, mən sənə nə maşın almışam, nə maşın satmışam. Türkan Məhəmməd sənə deyib 1500 almışam. Demişəm Türkan xanım. Yox, mənə Məhəmməd deməyib, mənə Camal müəllim deyir ki, Camal deyir, Məhəmməd 1500 manat pul verilib. Məhəmmədə deyir 3500 pul verilməyib. Mən, Elşən, mən səndən pul almışam, pul vermişəm. Yox, heç mən sənə alışverişim olmuyor. Alışverişim olmuyor. Səndən məsələm olub, eşitirsən. Səndən bizim alacaq verəcəyimiz olub, təklif edib belə bir maşın var, bankda. O da alınmıyor. Sən birinci dedin, qabağı pulsuz götürürəm. Sonra da alındıra bilmədim, bu şey çıxdı. Maşını, qardaş, eşitirsən, maşını Tural alıb 1500-ə, düzəltdirib, satıb 2000 neçəyə, o da satıb 3800-ə. Qardaş, mənim verdiyim pullar niyə banca 1500 manat yazılıb bəlkə? Pullarım hanı? Kimdir mənim adımdan danışan? Mənə problem yoxdur. Kimdir mənim adımdan danışan ki, Elşən 1500 verib? 1500 manat Nəcməddində deyir verilib, Camal da deyir verilib. Və yaxşı, bu 1500 manat verilib, 3500 pul saymışam. Hanı bə bu 3500 məndən alıb ki, maşına ödəyim? Maşın birinci Tural adlı adama satılıb. Turala satılıb, Tural da düzəltdirib Vüsala satıb. Vüsal da satıb kiməsə, o da sizə 3500-ə satıb. 3800-ə satıb, belə olub. Yəni, nə Elşən satıb, nə? Məhəmməd, başıma dönüm, maşının ödənişi 1500 manat banca verilib. Mən 3500 ödəniş eləmişəm. Bildim, siz 3500 ödəyə də bilərsiniz, 2000 də ödəyə bilərsiniz. Maşını 1500 manat Tural verib alıb, üstünə xərc çəkib. O da satıb Vüsala 2900-ə, 2800-ə. O da üstünə xərc qoyub, sizə 3500 satıb. Belə olub. Nə mən Elşənə pul vermişəm, nə Elşəndən maşın satmışam, nə Elşən mənə pul verib. Bizim əvvəl Elşənə danışığımız olub 3 ay əvvəl. 3 ay əvvəl danışığımız olub, alınmadı. Alınmadı, dedim Elşən alınmadı. Mən də Elşənə naliska pul vermişəm əlbəl. Düzdür Elşən? Düzdür. Şurada bizim işimiz qutardı. Borc haqq hesab var idi 1500. Mən də Elşənə 1500 yox, 1500 yox, 2500 Elşən. 2500 olub qardaş. 2500, 2750 manat bu adamlara pul verdik. Dalınca da ki 850 manatda bir verdik. Mənə belə problem yoxdur. Mənim adımla Türkan'a, mənim evimdəkilərə... Mən Məhəmməd isə deməyib. Məhəmməd Türkan xanıma deyə də bilmə. Çünki olmayan şey mən deyə bilmərəm. Ay qardaş, mən başıma dönərəm. Mən başa düşdüm. Məndən 3500 pul almışsınız. Hə, Elşən, pula 3500 vermişəm maşının ilkin ödənişinə. Maşına 1500 manat ödəniş verilib. Elşən, mən onu soruşuram. Qalan pul hanı? Türkan. Eşitsən mən yenə sən əvvəlcədən deyirəm. Qardaş, mənə deyir ilkin ödəniş 3500, 3500 də verirəm. O günləri sən deyirsən ki, Məhəmmədlə də danışırsan ki, Məhəmmədə 2200 bir vermişəm, nə bilim, nəyi vermişəm. Sonra da deyirsiniz ki, Məhəmməd deyirsən mən pul verməmsə, sən də deyirsən ki, mən sən verməmişəm. Kanal 21 olaraq sonda onu da qeyd edək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. İctimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.